Hoş geldiniz. Hoş gelmişsiniz. Bura haradır? Bura Cürhum qəbiləsi adlanır. Musafirit ya biya. Müsafirsiz yoxsa yolcu? Misafirəm. Madə. Ana, Mihman. qonağımız var. İbrahim. Hacer. Oğlun İsmail. İsmail igid oğlan olub. Cirhum qəbiləsi onunla fəxr edir. Cürhumların səninlə İsmail'lə münasibətləri necədir? Çox yaxşı. Bunlar kimi mehriban tayfa görməmişəm. Bizə hörmət etdilər. Onlar da bir olan Allaha sitayiş edir. Hacer. Mən səninlə körpəni çöllü biyabanda qoyub gedəndən sonra sizdən heç bir xəbərim olmadı. Allah'ın mərhəmətinə inanırdım. Çünki sizin köçməyiniz Allah Taala'nın əmri ilə olmuşdu. O gündən illər keçib. Bu dəhşətli çöldə susuzluq, Hicaz diyarının qızmar günəşinin istisi, Şəfa və Mərvə dağlarının arasında olan çöl, ölümlə, əlbəyaxa olan körpəmlə məşəqqətli günlər keçirtmişəm. İçdiyin su zəmzəm quyusunun suyudur. Sabah Qurban bayramıdır. Bir olan Tanrıya qurban kəsməliyəm. Qurbanlıq əsrinin ən böyük qoçunu gətirərəm. Qurbanlıq da, qurbangah da məlumdur. Mərvə dağına gedəcəyik oğlum. Ananla vidalaş, yola çıxır. Getməliyik. İbrahim. İbrahim.
ابراهیم پسرت اسماعیل Qurbanlıq üçün مهیا oğlun شود برای İsmail'i قربانی. hazırla. Hacer, İsmail. İbrahim oğlum, Ne sırra göre beni oğlum diye çağırırsan? mən sənin ulu babalarının atasıyam. Allahın ilk böyük peyğəmbəri, Risalət gəmisinin sahibi olan Nuh mənəm. Sam'ın atası Nuh, Bəli, Nuh, sənin ulu baban. Sənin naləni Tanrının ərşində eşitdim. Tanrımın icazəsi ilə fani olan yer üzünə endim. Sən o məlun şeytana allanma. Yaxşı bilirsən ki, o Allah dərgahından qovulub. Bəndələri aldatmaqla güzaran keçirir. Peyğəmbər olduğum vaxt adamları mənə qarşı yönətmişdi. Məni ələ salırdılar. Nicat gəmisini düzəltdiyimə görə mənə gülürdülər. Oğlum, Allahın əmrinə qulaq as, onu qəbul et. Tanrının əmri ilə Hicaza get. Hicaz səni gözləyir. iki dünyanın sahibi olan Allah'ım səhv eləyə bilməz. Ben öz İsmail'imi kurban vereceğim. Onu kurbangaha aparacağım. İsmail, پدر Bəli ata. Peyğəmbərin yuxu görməsini necə qəbul eləyirsən? رویای Yaxşı qəbul edirəm. Yuxuda vayiq olduğum vaxt vəhy mələyi Tanrının əmrini mənə çatdırdı. که قربانی Onun yolunda کنید qurban getmək əmrini deyirsən? O deyib ki, səni bu yolla qurban verim. Bir fikirləş, gör bu vəhdən nə başa düşürsən? Bu Tanrının əmridir. الصابر Allah sənə səbr versin. پدر Sənə verilən göstərişə آنچه عمل et. دادند همان کن. əməl et.
پدر Ata, ریسمانت را qollarımı محکم möhkəm ببند bağla تا ki, به سهولت canım جان asanlıqla çıxsın. خنجری تیز مرکز Xəncərini də yaxşıca etələ. سلام مرا به Anama مادرم salam برسان. söylə. بگو با رغبت De ki, من bu انجام ilahi پذیرفتیم əmrini مأموریت canla başla qəbul elədim. فخر بفروش Sən bir olan پیامبر Allahın əmrini yerinə که خالق yetirdiyinə görə یکتا fəxr eləməlisən رضا ata. است از تو. تو بهترین Ey یاوری mənim برای gözümün پیامبر. nuru, ey nur دیده sən peyğəmbərin ən yaxın köməkçisisən. چه میکنی پیامبر؟ Peyğəmbər, nə edirsən? فرزندی بی سر به چه Başsız کاری oğul sənin تو؟ nəyinə حالان که gərəkdir? جانشینی. Ondan başqa arxa köməyin yoxdur. پاره جانت به مذبح Yeganə میبری. oğlunu qurban برکت verirsən. این ملک به قربانگاه İllərlə میکشانی. görmədiyin övladını آه، در تو qurbangaha ابراهیم aparırsan. به جرهمیان Vay به sənin خون halına. شوند. حقا که ننگ این İbrahim, فرزند Culhum باشی، tayfası تو را sənə دامن qarşı گیرد. çıxacaq. ای Onlar sənə پیامبر. nifrət eləyəcək. دور شو Çıx get, دور شو çıx get. Oğlum, روزها و İllər سالیانی boyu که sənin باید yanında در کنار تو olmamışam. می‌بودم نبودم ən gözəl, şirin günlərini görməmişəm. Həsrət qalmışam sənə. Bugünsə, bu gün səni qurban verməliyəm. هیچ وقت تردید Oğlum, نکردم فرمان bu خدای Tanrının یکتا. əmridir. می‌فهمی؟ Bir olan Allahın əmrini heç vaxt şübhə altına almamışam. Məni başa düşürsən? مرا به صورت بخوابان Ata, تا تحصیل məni üzüstə uzat ki, باز ندارم üzümü تو را از görməyəsən. آن مهم. Birdən baxışlarım səni bu işdən çəkindirər. باش پدر Səbirli ol ata.
İlahi, İsmail'in dərgahına gəlir. Ya Rəbb, bu sənin hədiyyəndir. Bu qurbanlıq yeganə Xaliqə məxsusdur. İbrahim, İbrahim, رها کن İsmail'in qollarını aç. İsmail بخش İsmail sənə qaytarıldı. همانا از Sən pərverdigar qarşısında başı uca oldun. آخر گشتی Sınaqdan alnı açıq çıxdın. خداوند Allah بدین Taala səni cəza xeyirli işlərlə mükafatlandıracaq. این Bu آزمون açıq aydın sınaq idi. اینک هدیه خداوند İndi isə قادر Allah Taala'nın qurbanlığını qəbul et. و خدا فدیه Bu پذیر qurbanlıq Canı əbədi olaraq insanlar arasında او نام نیک İsmail'in نهاد. adı ilə yadda qalacaq. الله حسینیان. İbrahim Hərrana qayıtdı. İllər keçdi, İshak dünyaya göz açdı. Mihman da Qonaqlarımız var. Yol gəlmişsiniz, yəqin yorulmusunuz. Mənim otağımda istirahət eləyə bilərsiniz. Hardan gəlib hara gedirsiniz? Ben sizi heç tanımıram. Allah Taala'nın yanında olan mələklərik. Gəlmişik sənə göz aydınlığı verək. Sənin bir oğlun da olacaq. Bu qoca vaxtımızda deyirsiniz, oğlum olacaq. Heç cürə inana bilmirəm. Allah Taala tərəfindən bu xəbəri biz sənə çatdırmalıyıq. Ürəyini sıxma. Azğınlardan başqa kim Tanrının mərhəmətindən məyus ola bilər? Kim? Uşaq dünyaya gətirim. Mən ki qoca qarıyam.
özü də sonsuz. Bu Allahın istəyidir. O bütün işlərdən halidir, elmlidir. Sara nigarandı. Ona əziyyət verməyib. Biz ancaq Səddum diyarına əziyyət veririk. Oranın cəmaatı çox zülmkar adamlardır. Qardaşım oğlu Lut oradadır. Lut da onun əyalı da əzab içində ömür sürürlər. Onları mütləq bu əzabdan xilas edəcəyik. Əgər Səddum ahalisindən Amma əgər miyanə əhli sudum 10 nəfər iman gətirərsə, iman avərən ki, onlara yenə əzab verərsinizmi? əzabşan midəyid. Cavab verin. Xeyr, əzab vermərik. Əgər 5 nəfər Əgər iman gətirsə, onda necə? Bir nəfər də iman gətirsə, Suddumluları əzabdan qurtararıq. Allah Taala'nın buyruğu ilə Sara 90 yaşındaykən İshak'a hamilə qaldı. Bir neçə vaxtdan sonra İshak dünyaya gəldi. تولد یافت. Təbəssümlü, gül üzlü İshak Bizim oğlumuz. Tanrı mehribandır. Ziyafət tədarükünü gör. İbrahim, deyəsən yuxu görürdü. Hacəri, Hacər, Bu Hicaz könlümdən Hicaz diyarı keçir. İlahi, İlahi, könlümdən Hicaz diyarı keçir. برخیز که پروردگار Qalx İbrahim, چند Tanrı yenə səni imtihana çəkmək istəyir. خداوند تو را Allah بر Taala گزیده səni peyğəmbər təyin etdi. امامت İmamət نگین üzük qaşına nişanədir.
برخیز و Qalx, نزد اسماعیل باز. İsmailin yanına get. بر تپه مجاور Zəmzəm quyusunun yaxınlığında Adəm Peyğəmbər tərəfindən əsası qoyulmuş daşlar görəcəksən. هنگام حبود به فرمان İmam əhlinə əzəmətli bir bina tikdir. برای همچو روزی Bu işi İsmail'la birgə gör. اسماعیل زمین Söz ver ki, Allahın evini daim pak saxlayacaqsan. برای اهل ایمان Mömin şəxslər həmin evə gəlib گار را oranı ziyarət eləsinlər. از هر خبسی همانا İbadətlə məşğul olsunlar. تواف حرم درآیند و اعتکاف Bu کنند sənə تا sonuncu جای آورند ilahi عاقبت tapşırıqdır. خویش را. این آخرین مأموریت الهی تو Allahın sonuncu tapşırığı. عهد میکنم Söz verirəm. عهد Söz میکنم. verirəm. ساره Sara, حجاز mən منتظرم. İsmailin yanına Hicaz diyarına getməliyəm. آخرین Tanrının مأموریت sonuncu الهی. tapşırığını yerinə yetirməliyəm. صدایم Sonuncu میکند Peyğəmbər Əhməd orada dünyaya göz açacaq. جد آخرین orada. پیامبر خدا Hicaz diyarında. خاتم احمد درود خدا Tanrının salamı olsun sənə və İsmail. بر تو و Tanrı بر sizi qorusun. اسماعیل تو. İsmail, محمد anan hardadır? Hacəri yuxuda görmüşəm. Hacər yuxuda mənimlə vidalaşmaq istəyirdi. Əfsus ki, bu bizə qismət olmadı. Anam rəhmətə getdi. Sonra mən qəbilə qızlarından biri ilə evləndim. Bax, odur. خبری خوش Allah Hacərə rəhmət eləsin. بعدی خدا Evlənməyinə sevindim. آخرین Allah پیامبر Taala'nın از vədəsinə görə sonuncu Peyğəmbər sənin nəslindən olacaq. İki dünyanın ən seçilmiş insanı o اشارتی که olacaq. ملکوت داد برای اقطار Əhməd بشر Peyğəmbər. از همین Allah سرزمین Taala'nın insanları verdiği göz aydınlığıdır. من برای آخرین Bu diyarda مأموریت zuhur eləyəcək. ساخت Bu خانه mənim خدا sonuncu برای اهل səfərimdir. ایمان خرشتهایی که Möminlər آغشته üçün به دست Allah evi ذبیح tikməyə خدا gəlmişəm. اسماعیل خواهد بود Bu bina İsmail, sənin əlinlə qoyulan kərpiclərlə tikilməlidir. Ata, mən buna layiqəmmi? داری که خدا مقدر Layiqsən ki, Allah Taala'dan buyruq gəlib. تو جانشین Məndən sonra sən məni əvəz eləyəcəksən. Bu tayfanın peyğəmbəri sən olmalısan. تو بوی Mən احمد səndə می‌دهی. peyğəmbərlik əlamətləri بگیر görürəm. انگشتری Nəsildən nəsilə mənim salamımı sonuncu peyğəmbərə çatdır. Ata, biz bu işin öhdəsindən gələ bilərik? Əsas məsələ odur ki, bu işə can başla başlayasan, ürəklə, məhəbbətlə başlayasan. Mən Tanrı aşığıyam, ata. Ürəyim məhəbbətlə doludur.
işin öhdəsindən gələ bilərsən. Uca pərverdigar bu qüdrəti bizim ruhumuza yoğurub. Cismimiz isə ruha tabedir. İki məhəbbətli aşığın ruhu əmr edir. Mən Allahıma tabeyəm. لبیک اللهم لبیک. کعبه آن بنای İbrahim Xəlilullah ساخته شد به və دستان İsmail Zəbuhullahın köməyi ilə و اسماعیل زمیه الله. سلام بر ابراهیم که عمر öz ömrünü tək Allahlığın təbliğinə sərf elədiyinə görə سلام بر İbrahimə eşq بنا olsun. نهاد خانه توحید را. Kəbə binasının tikintisində fəaliyyətinə görə سلام بر اسماعیل. İsmaila, سلام بر هاجر و Luta, ساره. سلام Hacərə, بر آنان که امروزه Saraya مناسک eşq حج olsun. ابراهیمی درآمدند. Salam olsun sonuncu peyğəmbər olan Məhəmməd-i Mustafaya. صلی الله علیه و آله و سلم. İbrahim Xəlilullah ikinci Ülüləzm peyğəmbər olmuşdur. Onun müqəddəs kitabı Səhəfdir. Əbədi salamlar ona. Mən dinc qalmayacağam. Adəm övladlarını məcbur eləyəcəm Kəbəni bütxanəyə çevirsinlər. خدایانشان کنند. Onların arasında kin-kudurət toxumu səpəcəm. Qardaşı qardaşın üstünə qaldıracam. Qiyamət gününədək onları bir-birinə düşman olmağa sövq eləyəcəm. Dinc oturmağa imkan verməyəcəm. Mən bütün xalqlar, tayfalar arasında gəzəcəm. Bacardığım qədər ara qarışdıracam. من در میان شما هستم. Düşmənçilik toxumu səpəcəm. من در میان شما هستم. İlahi, bu yeri bütün bəlalardan qoru. Bu müqəddəs məkanda əmin-amanlıq yarat. Möminlər məkanına çevir buranı. Gələcək nəsillərimiz daim burada sənin kəlamlarını vird eləsinlər. Onların müqəddəs kitabların və hikmətli kəlamların oxunmasına sövq elə. Pak və xoş niyyətli insanları daima xoşbəxt və bəxtiyar elə.